300 manat bu adama cərimə yazıldı. Bu mal söydüyünə görə. Məni, üstəlik özü məni söv təhqir eləyib, məndən də qabaq məni qaçıb Tərtərin məhkəməsinə verib. Tərtər rayonu Qarağac kənd sakini Qurbanov Musa Kanal 21-ə müraciət edərək Ez Allahverdiyevanın səsləndirdiyi iddialara qarşı tərəf kimi açıqlama verib. Onun sözlərinə görə hazırda Tərtər elektrik şəbəkəsində sahə ustası kimi çalışır və Ağdərə rayonu üzrə sahə ustası vəzifəsində fəaliyyət göstərir. Qurbanov Musa bildirib ki, səsləndirilən iddialar həqiqəti əks etdirmir. Onun sözlərinə görə Ez Allahverdiyeva qanunsuz şəkildə elektrik xəttindən istifadə edib və bu fakt aşkarlandıqdan sonra barəsində 600 manat məbləğində cərimə tətbiq olunub. Bildirib ki, məhz bundan sonra Ez Allahverdiyeva Qurbanov Musanı təhqir etməyə, ünvanlı söyüşlər səsləndirməyə başlayıb. Qurbanov Musa qeyd edir ki, mövcud səs yazılarında etikadan kənar ağır və qadına yaraşmayan ifadələr, bu cümlədən kiminsə ölüsünə qarşı qeyri-etik ifadələr yer alır. Qurbanov Musanın sözlərinə görə baş verənlərlə bağlı məsələ hüquqi müstəviyə çıxarılıb və Tərtər rayon məhkəməsinin qərarı ilə Ez Allahverdiyevaya 300 manat məbləğində təzminat müəyyən edilib. Mən Qurbanov Musa Bəyalıoğlu Tərtər rayon Qarağac kəndində yaşayıram. Hal-hazırda Tərtər elektrik şəbəkəsində sahə ustası kimi çalışıram və Ağdərə sahəsi üzrə Ağdərə rayonunda sahə ustası işləyirəm. 2 ilə yaxındır ki, mən xalqıma, dövlətimə xidmət edirəm. Xalqıma, dövlətimə xidmət etdiyim zaman Ağdərə sahəsində 2 ildir çalışdığım ərazidən mən Tərtər rayonuna heç bir vaxt evimə gedə bilməyirəm. Mən 1992-93-cü illərdə Ağdərənin işğaldan azad olunmasında iştirak etmişəm. 44 günlük müharibədə mən hərbiçilərimizə və Tərtər cəmaatına xidmət göstərərək mənim bütün kanallarda çəkilişlərim var. Bu haqda bütün kanallarda döyüş gedən zaman 44 günlük. Bir gün mən Tərtər rayonunu tərk eləməmişəm. Hal-hazırda mən Ağdərə rayonunda xidmət aparıram. Həmin o kanala çıxıb məni şantaj edən Allahverdiyev Elza Umud qızı ona dövlət tərəfindən, Azərişıq tərəfindən 600 manat enerji oğurluğu etdiyinə görə cərimə yazılmışdır. Cərimə yazılarkən həmin adam 300 manat yerindəcə ödəmiş, cəriməni boynuna götürmüş, sonra fikirləşmişdir ki, mən bu pulu kimdən alım? Onun işi cəmaatı şərləmək Tərtər rayonunda. Cəmaatdan istifadə eləmək, hətta oğlunu belə, oğlu qız qaçırarkən, oğlu Polad Allahverdiyev. Bu adam Xoşqədəmin verişinə çıxmışdır. Lakin oğlu buna anasının qeyri-anormal olduğuna görə ona demişdir ki, ana buradan çıxıb gedə bilərsən. Xoşqədəm onu öz verilişindən imtin elədi. Həmin Allahverdiyev Elza Umud qızına. Bu adamın işi yəni başqa işlərlə məşğul olmaqdır. Bunun ruhu xəstə olduğu haqda, ruhu xəstəxanada yatdığı haqda əlində araçı olaraq ondan istifadə edərək ruhu xəstədir. Ruhu xəstə olduğu halda bütün insanlara yaxınlaşarkən hamını şərləyir, insanlara şər atır, hamıdan pul tələb edir. Hətta mənim əmmim oğluna deyib ki, ustadan 1000 manat pul tələb edirəm, ona görə ki, o niyə işıq idarəsində işləyir. Onun bütün işləri Tərtər rayonunda göz qabağındadır. O, bir dənə yazıq şəhid ailəsini gedib alladaraq, gətirib, su idarəsində adını yazdırıb, neçə vaxtı 2 ilə yaxın onun maaşını alıb yeyib, hal-hazırda onu işdən azad eləyiblər. Azad eləyəndən sonra, o həmin oğlanı işdən azad eləyəndən sonra bunu kartı əldən çıxıbdır. Bu adam demək olar ki, bana dəfələrlə zəng eləyib, telefondan başqa adamın nömrələrlə mənim ölümə, dirimə layiq olmayan söyüşlər söyüb.
məndən əl çəkməyəcəyini, məni şərləməyini, oğlumu şərləməyini, ailəmi, uşağımı hədələyib. Demək olar ki, gedib çıxıb məktəbdə oğlum müəllim işləyir, ona hücum eləyib. Bu adam demək olar ki, ruhu xəstədir, anormaldır bu adam. Xahiş edirəm siz bunun hamısını nəzərə alasınız. Mənim döyüşlərdə Elcan adında kapitan Bacımoğlu Ağdərənin girişində antiterrorda şəhid olub. Mən özüm müharibə veteranı, qardaşım müharibə veteranı, əmim oğlu müharibə veteranı. Xahiş edirəm siz maraqlanın, görün. Bunun nəslindən, nəcabətindənmi? Hansı bir adam erməniyə qarşı, işğalçılara qarşı nəsə bir iş görüb yoxsa yox. Bu adamın işi, gücü ancaq hamını qorxutmaq, hədələmək. Hətta bu adam mənə apellyasiya məhkəməsindən belə müraciət elədi. Apellyasiya məhkəməsində qətnamə çıxartdı. Buna dedi ki, sən nəyə görə bu adamdan nə istəyirsən? Qətnamə çıxartdı ki, sən belə hərəkətlərinə görə bu sahələ hörmət edir. Get, ağlını yığ başına. 300 manat bu adama cərimə yazıldı. Bu mənə söydüyünə görə. Qardaş, bir kanal olaraq xahiş edirəm sizdən. Artıq dərəcədə bu adamı araşdırın. O kimə şər atır, o nəyə görə şər atır, görün nə məsələdir. Qeyd edək ki, Elza Allahverdiyeva öz məişət problemləri ilə bağlı bir müddət əvvəl Xoşqədəm Hidayət qızının da verilişinə çıxıb. Kızın adı nədir? Kız kağıt daşıyıb, gün ortaya tam Leyladı, gün ortadan sonra özüm ölüm bıçakına keçirib, kağıt daşıyıb. Bir dəqiqə, xahiş edirəm. Bir saniyə, sakit. Kızın adı nədir? Xanım, məni eşidirsiniz? Eşidirəm. Kızın adı nədir? Gün ortaya tam Leyla gedir, gün ortadan sonra nə getdiyi yadımdan çıxıb. Şrekin arvadı Fiona'dan danışırsınız. Günün bir yarısı bir adı olur, başqa yarısı başqa mən adı olur. eşitdiyimi deyirəm. Kanal 21 olaraq qarşı tərəfin də mövqeyini sizə təqdim etdik. Qarşı tərəf olaraq açıqlama verdiyi üçün Musa Qurbanova təşəkkür edirik.